Bir adam Həsən Basriyə gəlib dedi, ey təqvalı insan, yağış emmir. Dedi, əstağfurullah, dedi, bağışlanma, dedi. Başqa birisi gəldi, dedi, şikayətin var yoxsulluqdan, dedi, Allahdan bağışlanma istə. Üçüncü gəl, dedi ki, həyat yoldaşım, evladım olmur, dedi, yenə Allahdan bağışlanma dilə. Başqa birisi gəldi, darlığından şikayət etdi, dedi, bağışlanma dilə. Başqa birisi gəldi, dedi, torpağın məhsul vermir, əkdiyin bitmir, dedi, Allahdan yenə bağışlanma dilə. Sonra başqa birisi gəldi, susuzluqdan şikayət etdi, dedi, yenə bağışlanma dilə. Orada olanlar Həsən Basridən soruşdular. Sənə təəccübləndi. Kim gəldisə, hamısına eyni sözü dedi. O isə belə cavab verdi. Allahdan bağışlama istəməkdən başqa daha doğru bir yol varmı? Siz bu ayəni oxumursunuz. Allah Teala buyurur, Nuh Peyğəmbərin dili ilə. Nuh Peyğəmbər nə deyir? Ey Rəbbim, mən onlara dedim, Rəbbinizdən bağışlanma istəyin. Çünki o çox bağışlayandır. O sizə göydən bol-bol yağış göndərər, mal dövlətinizi artırar, övlad verər, sizin üçün bağlar salar və çaylar axıdar. Yəni istiğfar, əstəğfurullah, yalnız günahı silmir, həyatı da bərəkətlə doldurur. Ona görə bu adla yaşamaq lazımdır. Qaffar, çox-çox bağışlayan. Ona görə bağışlanma diləmək, Allahın bu adı ilə yaşamaq, uca Allaha həqiqi qulluğunu etiraf etməkdir. Yəni günahını etiraf etməkdir. Dilinlə imanını elan etməkdir. Zəifliyini və özünü düzgün qiymətləndirməyini qəbul etməkdir. Yəni qüsurların var. Və ən önəmlisi, Rəbbinin haqq olduğunu təsdiqləməkdir ki, bağışlayan sənsən. Onun əmrlərinin böyüklüyü qarşısında öz nöqsanını dərk etməkdir və onun neymətini etiraf etməkdir. Ona görə zikirlərin şahlarından sayılır. Əstağfurullah.